Malayziyanın Azərbaycandakı səfirliyinin dəstəyi və ölkənin Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda Malayziya təhsil sərgisi keçirilib. Sərgidə Malayziyanın nüfuzlu universitetlərində təhsil imkanı, həmçinin tələbələrin təqaüd proqramları barədə məlumat verilib. Təhsilini Malayziya universitetlərində almaq istəyən Azərbaycanlı gənclərə məzun olduqdan sonra orada praktik keçmək şansı da verilir. Malayziyanın 10-a yaxın dövlət və özəl universitetinin nümayəndələri sərgidə iştirak edib. Malayziyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər müdürü Mardiana Muhammed Ruhani bildirib ki, Malayziya yüksək təhsil vermək imkanlarına görə dünyanın 11-ci dövlətidir. Ümumilikdə ölkənin 590-a yaxın universitetində 162 ölkədən tələbə təhsil alır. This is the first ever stand-alone exhibition that we have. Bu, ölkədə ilk dəfə keçirilən Malayziya təhsil sərgisidir. Malayziyanın çox məşhur universitetləri haqqında burada azərbaycanlı gənclərə məlumat təqdim olunur. Burada bakalavr, magistratura və doktorantura təhsil pillələri üzrə təqaüd proqramları təklif edilir. Ümid edirəm ki, bu sərgi hər iki ölkə arasında əməkdaşlığa öz töhfəsini verər.